könüllülük, təcrübə proqramları və digər ictimai fəaliyyətlər gənclərin potensialını üzə çıxarmaq üçün nə kimi bir fayda kəsb edir? Məncə bunun ən bariz nümunələrindən biri elə sizin qarşınızda oturur. Mən yadımdadır, universitetə qəbul olmamdan sonra 2013-cü ildə mənim elə ilk fəaliyyətim, addımlığım könüllülük fəaliyyətindən başlamışdı. Mən Asan xidmətdə könüllü fəaliyyəti keçmişəm, Asan Akademiyaya qəbul olmuşam. Könüllülük fəaliyyətinin çox böyük rolu var. Çünki könüllülük fəaliyyəti zamanı sizin sosial bacarıqlarınızı inkişaf edir, insanlarla kommunikasiya saxlayırsınız. Nəticədə bu sizin daxilinizdə əməkdaşlıq bacarığın, ünsiyyət bacarığın, təqdimat bacarığın inkişaf elətdirir. Dolayı və ya birbaşa yolla bu sizin emosional intellektinizə də təsir edir. Düşünürəm ki, könüllülük fəaliyyəti bütün istiqamətlər üzrə fərdin o soft skill dediyimiz yumşaq bacarıqlarının inkişafı üçün mən düşünürəm ki, bir etalon bir modeldir və Azərbaycan gəncləri də o baxımdan şanslıdırlar ki, Asan xidmət kimi bizim bir modelimiz var ki, orada o təcrübələrini keçirib özlərini zənginləşdirə bilərlər. YouTube kanalımıza abunə olun.